Asgari sözlerdi. Onu demək istəyirəm ki, yetin. Cəbrayıl torpağında, İslam torpağında. Yəni ki, Hristiyanlar burada otura bilməz. İmam Hüseyndən də bir var ki, bir zillət bizdən uzaqdır. Yəni ki, inşallah qismət olsa, şəhid olsa, yəni bu ağamız nə olacaq? Peygamber ordusu gelir, İmam Hüseyin ordusu gelir. Karbila olsa da, Karbila olsa da, ey dünya, biz Müslümanız. Karbila olsa da, Karbila olsa da, ey dünya, biz Müslümanız. İnşallah bu cəmi dünya və ahirətdə Peyğəmbər Əhl-i Beyt əleyhissalatu vəssalamın vilayətindən inşallah ayrı salmasın. Amin. Ali Muhammedə salavat.